xəstə müalicə etməyin də, həkim olmağın da müəyyən yan təsirləri olur. Yan təsirləri yüngülləşdirən bir şey varmı? Başqa sözlə desək, gündəlik stresi necə çıxardırsınız? Bəli, əvvəllər vardı biraz, və indi mənim bir vaxt sıxlığına, indi mən yaşa görə belə deyək də, var, əlbəttə ki, bu streslər var. Dostlarla oturaraq işdən sonra azdan bir çay sürəsində, evimiz yerində park var, parkda gəzirəm, axşamlar ki, olan burada işdə olan, bütün o yığılan mənfi enerjiləri birbaşa ailənin içine aparmamaqdan ötürü, yəni bunları bir balaca rahatlarını bir getmək daha məsləhət, o məqsəd uyğun olur. Sizcə hal-hazırda xəstələrin sayının artması tibbi faktorlarla bağlıdır, yoxsa cəmiyyətin özünün psixososial vəziyyəti xəstəlikləri artırır? İndiki zamanda bu xəstəliklərin artması təbii ki, həm psixoloji baskılardır, qidaların keyfiyyətsizliyidir, həyatın bir çətinləşməyidir, insanların istirahətsizliyidir, daimi nəsə haqqında fikirləşməyidir, streslərdir. Bu xəstəliklərin artma səbəbidir birinci növbədə. Buna görə də müəyyən bir özünü idarə edən insanda o stresin altında, o baskının altında özünü çox xəstə hiss edir. Yəqin ki, inşallah o da düzələr. Müharibədən təzə çıxmış dövlətik, bunların da bir xeyli baskıları var, bir xeyli sarsıntıları var. Yəni bu, hamının evində, ailəsində, psixologiyasında öz izin qoyubdur. İnşallah zaman-zaman onlar da hamısı düzələr, Allah qoysun.